Vəssalam, başlayaq. Başlayaq erkən feodal dövlətlər haqqında danışmağa və görək orada nə problemlərimiz var, nə var, nə yox. Aha, sözü verək kimə? Kimi verək birinci qabağa? Şəms müəllim, bəlkə sizdən başlayaq. Bəli, buyurun. Başlayaq. Azərbaycanda feodal dövlətlərinin yaranmasının, belə demək mümkündürsə, səbəbləri nələr idi? Necə oldu ki, bu feodal dövlətlərimiz meydana gəldi? Ərəb dövləti zəiflədi. Hı-hı. Sonra bayaq sonra testimizdə də var idi. Əmirlər müstəqil siyasət yürütməyə başladılar. Bəli. Bunun üçün də xilafət zəiflədi, sarsıldı Hı-hı. deyək ki, daha doğrusu. Hı-hı. Bu parçalanma nəticəsində də Azərbaycanda 5 dənə feodal dövlət yarandı. Eyni Bəli. zamanda da Sacı, Salari, Rəvvadi, Şəddadi, Şirvanşah, eyni zamanda da Rəvvadi Əmirliyi, Bərdə Əmirliyi, Dərbənd Əmirliyi, Tiflis Əmirliyi, Dəbil Əmirliyi yarandı. Dəbil Əmirliyi Şəddadilər oldu. Rəvvadi Əmirliyi Rəvvadilər oldu. Bərdə Əmirliyi sonradan oldu nədir onun adı? Şirvanşahlar dövləti, məncə elədir. Dərbənd Əmirliyi də Şirvanşahların içərisindədir. Elə Tiflis Müsəlman Əmirliyi də ki, elə bir əmirlik idi də 8-ci əsrin 30-cu illərində yaranmışdı. Bəli, çox gözəl. Bir daha xatırlatmaq verək ki, diqqətli olaq mümkün surətdə. Bunlar Abbasilər xilafətinin süqutu nəticəsində yaranmayıb. Süqutu gedişində həmişə deyə bilərik və yaxud parçalanması nəticəsində deyə bilərik. Çünki Abbasilər özü axı 13-cü əsrdə dağılıb. Bəli, bəli. Bu məsələdə maksimum dərəcədə ehtiyatlı olaq. 5 dövlətdən hansılar şimalda yarandı? Şimalda yaranan Şırşı. Şırşı, bəli, Şirvanşahlar və Şəddadilər. Yerdə qalanlar isə cənubda yaranmışdı. Bu məsələni bildik. Deməli, Şirvanşahlar dövləti yaranmamışdan qabaq əmirlik kimi yaranıb, düzdürmü? Ümumiyyətlə, bu dövrdə yaranan hakimliklərdən və dövlətlərdən xronoloji baxımdan ilk yarananı diqqətli olun. 8-ci əsrin 30-cu illərində təbii ki, hansı əmirlikdir? Tiflis Müsəlman Əmirliyi. Ən əvvəl budur. Tiflis Müsəlman Əmirliyi. Bax belə. Olsun. Bu dövlətlərin hər biri haqqında müəyyən qədər danışaq, ondan sonra yenə bir ümumi sual cavab edərik. Sizlə davam edirik, Şəms müəllim. Deməli, necədir vəziyyət? Şirvanşahlara baxsaq, Şirvanşahlar əvvəl əmirlik kimi yaranır. Şirvan əmirliyinə bax yarandı. Şirvan Əmirliyi. Şirvan Əmirliyi. Yəni Bərdə Əmirliyi. Şeydə, ay müəllim, onun ili yoxdur, amma 8-ci əsrin sonları, bəli. Bəli, yoxdursa 8-ci əsrin sonları. Biz əmirliyin 2 dənə hökmdarını tanıyırıq. Kimlər də onlar? Yezid ibn Məziyyətdir. Biri də Məziyyət ibn Məhəmməd ibn Yezid. Bəli, biri Yezid ibn. Dövründə Bərdədir. Sonları kim götürdü, yoxsa ikinci yazısı kimi? Sonları kimi də götürə bilərsiniz. Rəvvadilərlə eyni vaxtda demək olar ki. Çünki o 59-da elə Gəncəni bərpa eləyib, o da köçdüblər. Ona görə o 9-cu əsrin 50-ci illəridir. Biz 8-ci əsrin sonlarından danışırıq. Hə, doğrudan qarışdırır. Yezid ibn Məziyyətin dövründə Bərdədir. Bəli, deməli 8-ci əsrin sonlarından 859-a qədər haradır? Bərdədir. Aha, bunu bildik. Sonra Məhəmməd ibn Yezid 859-da mərkəzə hara köçürəcək? Gəncəyə. Gəncəyə və Gəncə neçə il cəmi mərkəz olacaq? Gəncə Şəddadilər Şirvanşah yaranacaq. Cəmi 2 il mərkəz rol oynayacaq. Bu məsələyə diqqətli olaq. Sonra deməli, bunu bildik. Bərdə, Gəncə, Məhəmməd ibn Yezid Gəncəyə köçürdü. Bu Şirvan əmirliyi idi və təbii ki, bu əmirliyi yaradan hansı sülalə idi? Müəllim, ona Məziyyədir. Məziyyətlər sülaləsi. Bir məsələdə də diqqətli olaq, müəllimlər, məndən yaxşı bilərsiniz. Bir sülalənin hakimiyyətə gəlməyi onun əmirlikdə yox, dövlətdə hakimiyyətə gəlməyindən götürülür. Yəni sizə sual düşsə ki, Məziyyətlər sülaləsinin hakimiyyətə gəlməyi bir məna olaraq cavab nədir? 861. Yəni 8-ci əsrin sonları götürməyin. Və yaxud Sacilər sülaləsinin hakimiyyətə gəlməsi 898. Yəni bir sülalənin hakimiyyətə gəlməyi nə ilə götürülür? Həmin sülalənin dövlətdə hakimiyyətə gəlməyi ilə götürülür. Gəldik Şirvanşahlara. Şirvanşahlar Azərbaycanı belə deyim də, yüngülvari bir şimal və cənubu kimi çəksək, biz yaxşı bilirik ki, Şirvanşahlar Azərbaycanın şimal-şərq torpaqlarını əhatə ediblər və həmişə də demək olar ki, Azərbaycanın şimal-şərq torpaqlarını əhatə edəcək. Bir şey bilirik ki, yalnız İbrahim Dərbəndi 1406-cı ildə Azərbaycanın böyük bir hissəsini birləşdirir ki, bunun da üzərində çox dayanmırıq. Şəms xanım, davam edirik. 861-də dövlətimizi yaradaq və dövlətimizin paytaxtı hansı olsun? Deməli, Heysam ibn Xaliddir dövlətin hökmdarı.
Şirvanı müstəqil elan eləyir. İlk dəfə Şirvan Bəli, titulunu alır. Daha bəli, sonra Şirvan şəhərində məhsul saxlaması üçün anbarlar tikir. bəli, Vsyo, bu kişinin dövründə ancaq bunlardır. bəli. Deməli, ilk paytaxtımız Şirvan oldu. 861-dən nə vaxta qədər? 900 Tahirə qədər də 918 idi, səhv eləmirəmsə. Bəli, səhv eləmirsiniz. Növbəti Deyil paytaxtımız, müəllim, 1 il qaldı hakimiyyətdə. bəli, bəli, 861-62. bəli. Sonra Şamaxı 918-dən nə vaxta qədər? 918-dən ay müəllim 1192-yə kimi. Bəli. Və sonra da hansı şəhər oldu? Bakı. Bakı 1192-dən Bəli, 1598-ə qədər. Axsixanın dövründə zəlzələ Bəli. oldu. Bəli, kitablarımız belə götürürlər, amma Bakı şəhəri tez-tez dəyişib. Yəni Bakı Şamaxı o demək deyil ki, elə 1192-dən sonra ancaq paytaxt rolunu belə deyim, Bakı oynadı. Elə deyə bilmərik. Necə ki o Cəlalilər kimə xoş idi, Bağdadda otururdu, kimə xoş idi, Təbrizdə otururdu. Bu da belədir. Yəni sırf deyə bilmərik ki, hə, axıra qədər Bakı paytaxt rolunu oynadı. Davam eləyək. Şirvan indiki bölgə baxımından Əli Bayramlıya təxminən yaxın, sonra Şamaxıya, sonra isə Bakıya köçürüldü. Bəli. Ondan sonra Əbu Tahir gəlir və Əbu Tahir də paytaxtı Şamaxıya köçürdür. Sonra gələk 10-cu əsrin 80-ci illərinə. 10-cu əsrin 80-ci illərində hansı ərazilər birləşdirilir? Deməli Qəbərlərdir, Tabasarandır, Şəkidir, Sənariyədir, Bərdədir, Şabrandır. Ən sonda da 988-ci ildə Dərbənd bağı birləşdirilir. Dərbənd. Ümumiyyətlə Dərbənd bir də Şəmsxan bu dövrdə 1075-ci ildə Fərruz tərəfindən birləşdirilir. bəli, tamamilə doğrudur. Deməli, çox gözəl qeyd elədi. 988-ci ildə Dərbənd tabe edilir. 1075-də isə yenidən tabe edilir və ləğv edilir. Görünür bu aralıqda Dərbənd müstəqil olub. Görünür yox. Biz bunu sübut olaraq da bilirik. Çünki 1032-ci ildə Alanlar, Slavyanlar, Sərirlər gələndə Dərbənd onlar hakimi Şamaxı Slavyanları qovmaq üçün kömək eləyir. Dərbənd hakimi onları qovur. Bəli, Dərbənd hakimi Dərbənd qovur. Amma hakimi onları qovur. 987-ci ildə Slavyanları köməyə çağırmışdı. Bəli, çünki Dərbənd artıq müstəqil olmuşdu. Şəms xanım, bu dövrdə Dərbəndi deməli hansı üç dövlətimiz birləşdirmişdi? Dərbəndi. Şirvanşahlar, Sacilər, Sacilər. Bəli. Şirvanşahlar, Aha. Sacilər, Salarilər. Bəli, müəllim. Xronoloji baxımından baxsaq, birinci kimlər birləşdirib? Şirvanşah. Birinci Sacilər. Ay sağ olun. Bax elə gördünüz bir anlıq o psixoloji suallar olur, adam çaşır. Kitabdan oxuyanda əsas da əksəriyyətiniz təbii ki analistlərdən oxuyursunuz. Birinci paraqraf Şirvanşahlar gəldiyinə görə adam çaşır, Şirvanşahları götürür. Amma yuxarıda dediyimizdə bir dənə diqqətlə fikir verək 988-ci ildə. Deməli sən demə ən axırıncı elə Şirvanşahlardır. Çünki Sacilər 941-dən sonra yoxdur. Salarilər də 981-dən sonra yoxdur. Ən son Şirvanşahlardır. Bax bu da xüsusi diqqət çəkən bir məqamdır. Şəms müəllimə Məziyyədlər sülaləsi nə vaxta qədər mövcud olubdu təxminən? 1027. Bəli, 1027-yə qədər. Sonra isə hansı sülalə gəlir? Kəsranilər gəlib, hökmdarı da ilk dəfə Mənüçöhr olub. Birinci Mənüçöhr. Bəli. 1027-1382. Sonra isə kim gəlibdi? Hansı sülalə? Dərbəndlərdir. Şeyx İbrahim, o kişinin adı nə idi? İbrahim Dərbəndi. Bəli, 1382-1538. Ən başı bəlalı dövrümüz Kəsranilər dövrüdür, düzdürmü? Aha. Məziyyəti ilə Kəsranilər- Kəsranilər ərəb mənşəlidir, Dərbəndi türk mənşəlidir. Bəli. Amma gəlin mən sizə bir söz deyim. Vaxt orada kitablar yazacaq ki, bunların hamısı eyni mənşəlidir. Sadəcə olaraq 9-11-ci əsrlərdə ərəb olmaq belə desəm fəxr mənbəyi sayılırdı. Sonra Kəsranilər fars olmaq, sonra Dərbənd türkləşmək. Amma nəticə etibarilə hamısı eyni şeydir. Sadəcə olaraq dövrün tələbatına uyğun olaraq onlarda dəyişmə gedir. Kəsranlərin ilk nümayəndəsi birinci Mənüçöhrdür. Birinci Mənüçöhr haqqında Şəms xan, Slavyanların gəlməsi Bəli, baxımından nəyi Slavyanların bilirik? 1030-cu ildə Kür Hı. Arazın qarşısını bəndlə kəsir, Bəli. imkan vermir. Bir də orada Bəli. Şəddadilərdən bir dənə adam var idi. Musa Gülhəd. Beyləqanda Əsküyan adında bir şəxs idi. Qiyam qaldırırdı. O da Slavyanları köməyə çağırmışdı ona görə. Deməli bu Mənüçöhr bir neçə dəfə məğlub edilib. Həm 1030-da, həm 1032-də Alanlar, Slavyanlar, Sərirlər gələndə buranı yeniblər, dağıdıblar. Yaxşı. Birinci Mənüçöhrdən sonra orada deyəsən bizə növbəti hökmdar kimi birinci Fəribürzü verir. 1063-1096. Bu da 1066-cı ildə kimdən asılığı qəbul edir? Arif Arslandan. Alparslan asılığı qəbul edir. Hansı sərkərdədən? Utalmışdı. Qaratəkindən. Utanmış Şəddadilərə, Qara Qaratəkindən, bəli. Və hansı titulu qəbul etməyə məcbur olurlar? Məlik. Məlik titulunu və pul verməyə başlayırlar. Aha, bəs gələcəkdə bu pul verməyə kim dayandıracaq? Mənüçöhr, 3-cü Bəli. Mənüçöhr.
Üçüncü məni çöhür. Vaqifi 1120, 1160-cı illərdə, 1123. Bax belə. Şəms müəllimə, Hacib hansı vəzifəyə baxır? Hacib şeydir də müəllim, bu qapıçı. Qapıcıdır. Bəs vəzir hansı işə baxır? Vəzir də ki pula baxır da. Bəli, həmişə vəzir onsuz da maliyyə işlərinə baxacaq. Bir neçə Bir də ki, dövlət ki, irsən. orada bəli, irsən keçir, bəli. Əsasən feodal dövlətlərimizin qoşunu hansı hissələrdən ibarət idi? Şeydən, süvarilərdən. Süvarilərdən ibarət idi. Bir də Qoşunun bu başında adətən şah və yaxud kim dayanırdı? Şahzadə. Şahzadə dayanırdı. Çox təşəkkür edirəm, minnətdaram. Minnətdaram. Sonra Eydəngül müəllimə, siz də bizə sazələrdə kömək eləsəniz, çox minnətdar olarıq. Davam edəkmi sizlə? Davam eləyək. Aha. Deməli, sacilər Bir neçə dövləti şey deyim, Eydəngül müəllimə, bir neçə şey deyim, üzr istəyirəm, sözünüzü kəsirəm. Şirvanşahlara elə belə bir yekun vuraq, xırda olaraq. Deməli, Şirvanşahlar Azərbaycanda yaranmış ilk feodal dövlətdir. Bundan razılaşmaq olar. Və ən Və ya ömürlüsüdür. bəli, ən uzun ömürlüsüdür. Azərbaycanın şimalında yaranmış ilk feodal dövlətdir. Ümumiyyətlə ilk feodal dövlətdir. Bundan başqa ilk ərəb mənşəli feodal dövlətdir. Bu tipli şeylərə diqqətli olaq. Sacilər, buyurun, məlumat verin. Biz yerdə qalan xırda-xuruş və unutduğumuz dövləti şeyləri deyək. Aha. Azərbaycanın ilk etnik feodal dövlətidir bu cütdür şu tarixə. Və Bəli, ilk yəni türk Azərbaycan mənşəlidir. torpaqlarını birləşdirən dövlət kimi də Bəli, həmçinin. xatırlanır. Aha. Deməli, bu Sülalənin türk banisi, Afşin ləqəbi daşıyır. Yəni o cümlədən o Əbusat Babəkin Sevdad. tutulmasında rolu olan Afşin də bu nəsilldəndir. Bəli. 9-cu əsrdə əsasını qoyub. Aha. 898-ci ildə daha doğrusu paytaxtda əvvəl Marağa, sonra da Ərdəbil şəhəri olmuşdur. Deməli, Azərbaycan Əbusat Zivdad xəlifənin ən yaxın sərkərdələrindən biridir və biz bilirik ki, hansı xəlifənin dövründən adətən türklər orduya cəlb olundular? Möhtəsimin, xəlifə Möhtəsimin dövründən, bəli. Doğrudan da bunları bilmək maraqlıdır hissəsində Əbusat Zivdadın Məkkəyə gedən yola nəzarət etdiyin, Ərəb xilafətinə qarşı qalxan üsyanları yatırmağı, 865-ci il Carca döyüşündə uğur qazanmağı, bu tipli məsələlər 879-cu ildə, yəni 9-cu əsrin 70-ci illərində xəlifə tərəfindən, xəlifə mütəfəkkir tərəfindən Azərbaycanın ona verilməsi ilə belə desək, başa çatır və təbii ki, Azərbaycan iqtidar olaraq verilmişdirsə, sazları idarə edən şəxslərin də borcu idi ki, bu torpaqdan istifadə müqabilində hər dəfə Ərəb xilafətinə pulu göndərsin. Bəli. Çox düzgün etdiniz, qeyd etdiniz. Məhəmməd ibn Əbusat dövləti yaradır və dövlətin də ilk paytaxtı təbii ki, hara olur? Marağa şəhəri. Marağa, bəli. Həmişə Urmiya gölünün adətən şimalı ilə paralel Təbriz, Urmiya gölünün adətən cənubu ilə paralel isə Marağa şəhəri olur. Təbrizdən bir 15-20 dərəcəlik azimut bucağında isə Keçmişdə Ərdəbil olur. Qazaxstanın yeri də elə orada Marağanın yerində elə deyil, təxmin. Nəyin? Atropatena paytaxtı Qazakı şəhəri. Bəli, bəli, bəli. Urmiya gölünün cənub-şərqinə doğru və yaxud cənubuna Marağa doğru. olan yerlər oxşuyur. Bəli, bəli, arada bir xəritə ilə oynayırlar. Və Məhəmməd ibn Əbusat dövləti yaratdı. Məhəmməd ibn Əbusat dövləti yaratmamışdan qabaq Erzəngül müəllimə Gürcülər üzərində qələbə qazanıb. Ümumiyyətlə demək olar ki, bu 5 dövlətimizdən hamısı Gürcülərlə müharibəsi var. Biz bir dənə Gürcülərlə açıq-aşkar görmədiyimiz Rəvvadini görmürük də. Bəli, Rəvvadini görmürük. Məhəmməd ibn Əbusat 898-də paytaxtı Marağa olan dövləti yaratdı və eyni zamanda da adına pul kəsdirdi. Sonra keçək Yusifə. Buyurun. Əbu Yusif Əbusat isə xərac göndərməni dayandırır. Bəli. 912. Buna görə ərəblərlə onların müharibəsi baş verir. 917-ci ildə məğlub olur, əsir düşür. Bəli. Sonra üsyanlar nəticəsində də məcbur olur xəlifə onu buraxdırır. Çox gözəl cümlədir Erzəngül müəllimə dediyiniz cümlə. Üsyanlar nəticəsində. Deməli, ərəblərə qarşı üsyan 7-ci əsrdə var. Ərdəbil şəhəri, Rəşidi xəlifələr dövründə. 8-ci əsrdə də var, Müsafir. 9-cu əsrdə də var, Xürrəmilər. 10-cu əsrdə də var. Həmin bu Yusif ibn Əbusatın tutulmasına görə. Bax, 10-cu əsrdə üsyanın olması həqiqətən, bax, xırda bir cümlə kimi baxırıq.
Amma 10-cu əsrdə ərəb xilafətinə qarşı Osmanlı üsyan var. şəhərləri Bəli, davam eləyək. Sonra Samanilərlə vuruşması var, ərəblərlə, Bəli, Yusifin, bəli, Gürcülərlə, Şirvanşahlarla. bəli. Deməli, Yusif ibn Əbu Sacı azad elədilər. Yusif ibn Əbu Maliyyə və Sac vergi gəldi. sahəsində islahat keçirib. Bəli, gözəl insan. Yusif ibn Əbu Sac gəldi, paytaxtdan Marağadan Ərdəbilə köçürtdü. Ərdəbil bu dövrdə çox maraqlıdır. Sacələrin neçənci paytaxtıdır? İkinci, Salarilərin birinci. yeganə. Elə birinci və yeganə. Bəli. Rəvvadilərin isə birinci paytaxtıdır. Bax belə. Aha. Bəli. Tamamilə düzgün qeyd etdi. Azərbaycana tabe edib. Azərbaycana tabe edən ilk dövlətdir. İlk etnik dövlətdir. Azərbaycanın cənubunda yaranmış ilk feodal dövlətdir. Bunlar hamısı şərtlərdir. Gürcülərə qalib gəlib, Şərqi Əsası Gürcüstan cənubunda tutub. qoyulur, sonra bütün Azərbaycanı əhatə edir. Bəli, tamamilə doğrudur. Dəbil şəhəri Azərbaycanın şimalında, Urmiya gölünün yaxınında, Dəbil və Ani, indiki Ermənistan ərazisində yerləşir. Qərb Azərbaycan deyək ona. Ondan sonra Samanilərlə mübarizə aparan yeganə 5 feodal dövlətimizdən biridir. Ərazimiz şimaldan Dərbənd, cənubdan Zəncan çayına Zəncana çatıbdır. qədər. Sonra orada çox gözəl bir cümlə qeyd elədiniz. Maliyyə sahəsində islahatlar keçirib. Bu onu oxşadır Salari hökmdarı Mərziban ibn Məhəmmədlə. Düzdür, Mərziban ibn Məhəmməddə bu iş daha səliqəlidir. Qanunnamə şəklində salıb. Amma Yusif ibn Əbu Saca da bu məsələ mütləq şəkildə var. Ümid edirəm ki, orada bir şey diqqətimizdən qaçmadı. Dərbənd də tutulub, tabe edilibdir. Məncə başqa bir şey yoxdur. Sonuncu Müəllim, bir hökmdar söz isə soruşmaq var. Deysəm, sonuncu deysəm. sonuncu deysəm. Buyurun müəllimə, necə? Deyirəm bu Əbüsac deputat. Yox, Yusif ibn Əbüsac. Bunlar Slavyanlarla görüşməyib sacilər. Yusif ibn Əbu Sacın Slavyanlarla xeyr, yürüşünü vermirlər. Amma ola bilməz ki, bunlar müharibə aparmasın. Amma vermirlər. Yox, saziləri Slavyanlar vermirlər. Ümumiyyətlə, Slavyanları bizim üç dövlətlə əlaqəli verirlər. Şirvanşahlar haqqında Bəyaz Şəms müəllimənin kifayət qədər danışdıq. Ondan sonra Salarilərlə problemləri var. Bərdə faciəsi falan. Bir də Şəddadilər də gəliblər. Yəni bu üç dövlətin ərazisinə gəliblər. Hə, bir də bu üç dövlətin ərazisinə gəlməsi haqqında bir şey deyim. İndi deyəcəm bəlkə də güləcəksiniz, amma xırda bir şeydir. Məsələn, bu üç dövlətimiz oxşuyur hansı dövlətə? Xəzər xaqanlığına. Çünki Xəzər xaqanlığına kimlər son qoyub? Slavyanlar. Konkret Kiyev dövləti. Və Azərbaycanda da təbii ki, məsələn, sizə sual düşsə ki, Salarilərlə Xəzər xaqanlığı üçün oxşar cəhət Kiyev dövlətinin yürüşünə məruz qalması. Çünki köhnə kitablarımız daha yaxşı yazırdılar. Kiyev dövləti 882-1097-ci illərdə mövcud olub. Demək istədiyim odur ki, Azərbaycana gələn Slavyanlar məhz Kiyev dövlətinin qoşunları idi. Yəni Salarilər məruz qalıbmı Kiyev dövlətinin hücumlarına? Bəli. Şirvanşahlar məruz qalıbmı? Bəli. Yəni ki, bunu bilirdiniz. Sacilər də qalmamış olmaz da, siz demişkən 914-cü ildə Bəli. onlar Xəzər sahilindən getsə də yenə sacilərin ərazisinə aiddir bütün Azərbaycan. Mən o gün bir şey oxudum. Dedilər ki, bu Yusif ibn Əbüsac həmin devirdə xilafətlə döyüşlərə gedib axı 917-də. Başı ona qarışdığına görə deyir Slavyanlarla məşğul ola bilməyib. Belə bir şey düzdür, yəni. Elə bir məsələ düzdür. Həm də ki, Yusif ibn Əbüsac elə xəlifənin sarayında da türmədə can verib ölübdür. Amma 5-ci belə 17-də 914-də görüşündə o azadlıqda olmayıb bəyəm. 17-də tutulub da. 917-də tutulub. Sadəcə olaraq yenə deyirəm, yəni ona qalsa o qədər problemlər var. Fikirləşirsiniz ki, 914-də Xəzər o Slavyanlar gəlir, sonra qayıdırlar 30 ildən sonra. O həmin illərdə olmamış olmaz, ancaq vermir kitablar. Bəli, o boşluqlardır. Hərdən bir də görürsən, kiminsə hücumunu görürsən ki, fikirləşsən ki, bu buradan buranı tutmamış, necə keçdi? O boşluqlar var. Aha, sazilərdə sonuncu hökmdar deysəmdir və salam. Başqa da bir şey yoxdur. Sazilər də kim son qoyacaq? Xəritədə çəkdiyim kimi Urmiya, Azərbaycanın cənubunda, bax burada xəritədə bir Gilan adlı ərazi var. Gilan da deyirlər ora, Deyiləm də deyirlər. Deyiləm hakimi Mərziban ibn Məhəmməd. Kəngərli soyundan. Bəli, Kəngərli soyundan. Yaxşı. Qəmzə müəllimə buradadır. Salam müəllim, axşamınız xeyir olsun. Ancaq mövzulara baxmamışam. Baxa bilməmisiz? Baxmamışam. Bəs Pərvin müəllimə? Mən baxmışam müəllim, davam eləyim.
Davam eləyin, sizi verənə şükür. Səlalə dövləti hansı soydan ibarət oldu? Demək, Kəngərli türk soyundan olan Mərziban ibn Məhəmməd tərəfindən 941-ci ildə əsası qoyuldu. Sacilər Bəli. dövlətinin varlığına son qoyduqdan sonra əsası qoyuldu. Azərbaycanın şimal-qərb torpaqlarını əhatə eləyirdi. Demək, digər dövlətlərdən fərqli olaraq, digər 4 dövlətdən fərqli olaraq Xəzər dənizində hərbi gəmiləri, bir də Mərziban ibn Məhəmməd Ticarət, tərəfindən ticarət Aha. gəmiləri. Bəli. üzr istəyirəm, ticarət gəmiləri, Bəli. bir də Mərziban ibn Məhəmməd tərəfindən qanunnamə qəbul olunmuşdu. Bəli. Burada da qanunnamədə də əsas vergi sistemini nizamlamaq, bir də ki, vergilərdə özbaşınalığa son qoymaq. Yəni Bəli. məqsəd bu idi. Bəli. Başqa deyim sizə, siz deyin. Hansı Demək, xanlığımız idi? Hansı xanlığımız idi onu Kəngərli sülaləsi yaratmışdı? Cavan. Kəngərli tayfası. Cavan öldü mən. Bəli, bu Naxçıvandır. Bəli, Aha. bəli, Bəli. bəli, bəli, bəli. Deməli, Bir biz də, Mərziban... deməli, mən Aha, burada buyurun. həmişə bunu köhnə kitablarda da belə oxumuşdum ki, bilmirəm indi təzədə ki, bu Bərdə faciəsi Səlarilərin dövründə idi. Hətta orada belə bir cümlə də oxumuşdum ki, Bərdə sonradan da o Şəddadilər dövləti yarandı 951-ci ildə, 971-ci ildə paytaxtı Gəncə oldu. Yəni Bərdəni dil çətmədilər, ona görə Bərdə bir daha özünə gəlmədi. Yəni Bərdə Səlarilərin tərkibində idi də müəllim. Əgər Bəli, səhv bəli, bilmirəmsə. tamamilə haqlısınız, tamamilə düz deyirsiniz. Bundan başqa, Pərvin müəllimə sizə belə bir sual verim. Sazlərlə salarilərin bir dənə oxşar cəhətlərini deyək. Oxşar cəhəti budur ki, müəllim, hər ikisi cənubda yaranıb. Bir də hər ikisi Azərbaycanı vahid halda birləşdirmişdir. Bəli, sonra Səlarilərdə. Özlərinə birləşdirmişlər. Dərbəndi özlərinə birləşdirmişlər, amma salarilər təmir etdirməyiblər. Aha. Bir də müəllim, İslam dinini qəbul etdirmişdi. Səhv Hamısı da eləmirəmsə, İslamdır. Bəli. keçidinə qədər gəlib çatmışdı hər ikisinin ərazisi. Bir Bəli. də Gürcüstanı da özlərinə tabe eləmişdilər. Nəyi Şirvanşahlardan tabe Gürcüstanı üzr istəyirəm. Bəli, Şirvanı da tabe ediblər, Gürcüstanı da tabe ediblər. Bəli. Gürcüstanın bir hissəsi. Bəli, maliyyə islahatları da var. Köhnə kitablar dəbil də verilərdi, dəbil də var. Sonra Feodallara itaətdə saxlamaqdan ötürü onlara iqta torpağı da verirdilər. olsun, o da bir kitab elə, olsa kitab 7-14-cü əsrlərdir. Fərqlərinə gələndə salarilərdə ticarət gəmisi görürük. Bəli, Salarilərdə qanunnamə görürük. Bəli. Salarilərdə Slavyanla savaş görürük. Eyni zamanda Sacilərdə Samanilərlə savaş görürük ki, bu salarilərdə yoxdur. Həm də Sacilər nisbətən uzun, Salarilər nisbətən qısa. Sacilər nisbətən uzun, bax özümdə saçdım. Sacilər daha çox ömürlü olub nisbətən, Salarilər daha az ömürlü olub. Sacilər daha az ərazi olub, Salarilər daha geniş. Çünki əgər Sacilər Dərbətdən Zəncana qədər idisə, amma Salarilər artıq gedib Qəzvin və Fərata qədər satırdılar. Bax belə. Sacilərə Adi və Dəbil əmirliyi də daxil idi, səhv Bəli, eləmirəmsə. artıq onu salarilərə də aid eləmiyorlar, amma təzə kitablar bir balaca ondan nəsə qaçırlar. Bəs sonuncu hökmdar kimdir? Səlarilər dövlətində. Bəli. İbrahim ibn Mərziban. İbrahim ibn Mərziban. Aha. Adamın da hakimiyyət illəri 962-981. Bu adamın da dövründə nə olduğunu yaxşı bilirik. Bu adamın sağlığında 971-ci ildə hansı dövlət yaranır? Şəddadilər. Bu adamın ölümü nəticəsində hansı dövlət yaranır? Rəvvadilər. Bundan başqa Şirvan ayrılır, Dərbənd ayrılır. Bir sözlə, iqta paylayıb nəsə eləmək istədi, amma alınmadı. Nəticədə Salarilər dövləti də süquta uğradı. Daha bir türk mənşəli dövlət. Təşəkkür edirəm. Lalə mənim axşamınız xeyir olsun bir daha. Axşamınız xeyir mənim. Rəvvadilər haqqında da sizin fikirlərinizi alaq. Sizin köməyiniz nəticəsində yadımıza Bəli, salaq. Rəvvadilər ərəb mənşəli. Bəli, Rəvvadilər ərəb mənşəli Əzlər sülaləsindən olubdu. Əbulicə Rəvvad ilk növbədə Marağa, Təbriz, Ərdəbil, yəni buranın hər əmirliklərini yaradıbdı, əmirlik kimi şəklində idarə edibdi. Bəli. Sonra 981-ci ildə Əbulicə Rəvvad tərəfindən
Rəvadilər dövlətinin əsası qoyulubdu. İlk Bəli, paytaxt Ərdəbil şəhəri olubdu. Sonra bəli. Təbriz ilk dəfə rəvadilərin paytaxtı olubdu. Çox gözəl. Ondan sonra aha, Rəvadilər dövlətində Əbülcə Rəvadiyə aiddir ki, Şimali Azərbaycanda yalnız Muğan ərazisi onun ərazisinə birləşdirilibdi. Sonra Möhtəşəmsiz. Rəvadilər Sonra Rəvadilər dövləti ilə bağlı onu demək olar ki, 28-ci ildə, səhv eləmirəm, ya 27-ci ildə 28. bura köçürülüb, 28-ə bura köçürülüb Oğuz türkləri, yəni Səlcuqların bir hissəsi. O da Qəznəli Sultan Mahmud Qəznəvi Xorasanda üsyan qaldırdıqlarına görə o vaxtda Rəvadi hökmdarı Rəvadi Vəşdan idi. Ondan Bəli. sonra burada Rəvadilər dövləti ilə bağlı 1043-cü ildə Təbrizdə zəlzələ baş verir və Vəşdan buranı tərk edir, amma Təbrizin paytaxt olub-olmaması haqqında məlumat yoxdur. Yəqin ki, Təbriz paytaxt olaraq qalır. Sonra burada müvəqqəti olaraq köçürlər Xoymakı tərəfə. müvəqqəti olaraq tərk olunur Təbriz, bəli. Sonra burada əlavə eləmək olar ki, Rəvadilərlə bağlı, demək 1054-cü ildə Rəvadi dövləti Alp Arslanın Toğrulun asılılığını qəbul edir. Yalnız asılı vəziyyətə düşür və bu asılılıq da daha çox Gürcü, Bizans, Erməni, yəni qoşunlarının, tayfalarının qoşunlarının qarşısını almaqdan ötəri idi. Onu şəddadilərə desə daha yaxşılar, Laləm, əziz insan. Onu şəddadilərə desə daha yaxşılar. Bəs niyə Rəvadilərə qeyd olunub 1054-cü ildə? Məncə olmamalıdır. Çünki o şəddadilərə aid olan bir cümlə olmalıdır. Rəvadilərin 1054-də Rəvadilərlə şəddadilərin varlığına son qoyur axı. Yox, qoymur. Sadəcə deyir ki, sadəcə deyir 1054-də asılılığı qəbul edir. Bəli. Sultan Toğrul 1054-də onları tabe edir, amma Rəvadilərə son qoyması Alp Arslandır. Rəvadilər 1065-ci ildə Alp Arslan tərəfindən sona çatdırılır. Bəli. Sonra bir dənə demək olar ki, Ağsunqrilər qalır, o da Marağa hakimliyi kimi və o da 1118-ci ildən idarə olunur 1225-ci ilə, 27-ci ilə qədər. 27 ilə qədər, bəli. Axırda onu Özbəyin arvadı idarə edir. Axırda Özbək də gedir, arvad da Cəlaləddinlərə gedir. Torpaq da gedir, arvad da gedir. Ceyhun müəllim, bəs onda biz niyə sonra Rəvadilər haqqında heç bir məlumat almırıq? Səlcuqlardan 1054-dən. 1054-dən sonra biz onlardan niyə onda bir məlumat almırıq? 1065-ci ildə süqutun verir. Var, sadəcə olaraq belə deyim, yazmırlar. Məlumat görə çox baş qaldı, müəllim. Yəni heç bir məlumat. O tipi testlərdə ehtiyatlı olaq. Avtomatik olaraq onsuz da Rəvvadilərin sonuncu hökmdarı Vəhsudandır. 1020-1059. Deməli, Rəvvadilər bizə məlum olan son hökmdar Vəhsudandır. Son hökmdar Vəhsudan deyil. Bu tipli məsələni yadda saxlayaq. Sonra müəllimə demək olar ki, 95% danışdamsın, qeyd elədi. Rəvvadilər cənubda yaranmış ilk ərəb mənşəli feodal dövlətdir. Bu günlərdə deməkdə bir fayda var. Bəli. Bundan başqa Rəvvadilər dövlətində keçməmişdən qabaq Rəvvadi əmirliyinin yaranmasını da 8-ci əsrin sonlarına aid edək. Yəni Bəli, 8-ci əsrin sonlarında birinci Rəvvadi əmirliyi, sonra Rəvvadilər dövləti. Adım kimi əminəm ki, bunların hamısını Laləm əmə bilir. Sadəcə adam danışanda təbii ki, o cümlələrin hamısını qabıda deyə bilmir. Adamın diqqətindən qaçan məqamlar olur. Başqa Rəvvadilərlə bağlı elə bir ciddi bir şey görmürəm. Sadəcə o Sultan Mahmud Qəznəvi ilə bağlı orada Xorasandan köçürdür. Bəli. Sultan Mahmud Qəznəvi Oğuzları Xorasanda məskunlaşdırır. Orada nələr baş verir? Biz hamımız yaxşı bilirik ki, Çağrı bəy və Toğrul bəyin ümumiyyətlə Azərbaycana ilk belə deyim, kəşfiyyat məsələləri 11-ci əsrin ilk 10 illiyinə düşür. 1001-1010-a düşür, ilk 10 illiyinə. Və Oğuzlar da oradan bura kəşfiyyata gəlmişlər. Çünki Oğuzlar fikirləşirdilər ki, biz bir gün üsyan qaldırsaq, bizim getməyə yerimiz olacaq, yoxsa yox. Və doğrudan da Azərbaycana, eləcə də müəllimənin dediyi kimi 1015-ci ildə onlar Bizans tərəfə gələndə bir daha yəqin etdilər ki, biz üsyan qaldırsaq gedə biləcəyik. Və Oğuzların bir qismi üsyan qaldı. Çünki artıq onların B variantları var idi. Və üsyan qaldırdılar, Sultan Mahmud Qəznəvi o üsyanı yatırtdı və doğrudan da Oğuzlar fikirləşdikləri kimi Rəvvadilərə və Şəddadilərə gəldilər. Və Oğuzların o yerdə qalan hissəsi də sonradan hamımızın bildiyi kimi Böyük Səlcuq dövlətini nə edəcək? Yaradacaq. Bax, məsələ belə olacaq. Olsun. Çox təşəkkür edirəm. Sonra Nərmin Məmmədova. Bəli, mən
Axşamınız xeyir olsun bir daha. Sanırsınız. Şəddadilər. Əvvəlcə əminlik yaradıblar. Hansı əminlik yaradıblar 951-ci ildə? Yaradıcı 951-ci ildə Məhəmməd İbn Şəddad tərəfindən Dəbil əmirliyini yaratmışdılar. Dəbil şəhərində, indiki Ermənistandadır, yəni Qərbi Azərbaycanda. Şəddadilər dövləti yaradılır 971-ci ildə Əli Ləşkəri tərəfindən düz Burada sizin 1888-ci Bəli, burada sizin sözünüzü kəsəcəm bir dəqiqəlik. 951-ci ildə Dəbil əmirliyi, 971-ci ildə isə Şəddadilər dövləti. Niyə kəsəm onu deyəcəm. Şəddad dövlətin yaranmasını biz bilirik. Bu zaten İbrahim ibn Mərzibanın dövründə oldu. Çünki İbrahim ibn Mərziban sonuncu Salari hökmdarı. Hə, bax burada bir məsələni mən deyim. Deməli sonuncu Salari hökmdarı İbrahim ibn Mərzibandır. Adamın hakimiyyət illəri 962-981-dir. Deyir günlərin bir günü birinci Ləşkəri İbrahim ibn Mərzibanın Gəncədəki naibini qovaraq Şəddadilər dövlətini yaratdı. Deməli, biz buradan açıq-aşkar görürük ki, yəni kör-kör gör-gör. Buradan bilinir. Deməli, Şəddadilərlə Salarilərin toqquşması olub. Diqqətli olun. Amma burada bir incə məqam da var. İnanmıram bu düşsün. İnanmıram bu düşsün. Amma fikir verin. 951-də Dəbil əmirliyini yaratıblar Şəddadilər. Və 951 o ildir ki, Azərbaycan demək olar ki, Mərziban ibn Məhəmməd tərəfindən birləşdirilmişdi. Yəni 951-ci ildə Şəddadilər müstəqil Dəbil əmirliyini yaradırlarsa, deməli Dəbili bir növ kim itiribdir? Mərziban ibn Məhəmməd itirib. İnanmıram bu cür incə bir məqama gedələr. Amma yəni Mərziban ibn Məhəmmədin dövründə də Dəbil itirilib. Çünki Mərziban ibn Məhəmməd əvvəlcə bütün Azərbaycanı çox qısa müddətdə birləşdirmişdi. Bax belə. 971-ci birinci Ləşkəri dövləti yaratdı. Davam eləyən müəllimə. Buyurun. Ləşkəri paytaxtı Gəncə şəhərini təyin etdi. Sonra Bərdəni və Şəmkirli Şəddadilər dövlətinə birləşdirdi. Həmçinin ona deyək ki, Şəddadilər Kürd mənşəli dövlət idi. Bəli, Könək-Tapa yazardı. Bəli, sonra bu ilk dəfədə Şəddadilər dövlətində Əli Ləşkəri əmir titulunu götürdü. bəli. Əli Ləşkəridən sonra hakimiyyətə gəlir Fəzl ibn Məhəmməd 985-ci ildə hakimiyyətə gəlir. 985-1030. Bu Dəbil şəhərini dövlətə birləşdirdi. Görünür Dəbil vaxtilə çıxmışmış Şəddadilərin tərkibindən ona görə. Aha. Sonra Beyləqanı da Şəddad dövlətinə birləşdirdi. Bir də ilk dəfə Gəncədə öz adına pul kəsdirdi. 1027-ci ildə Xudafərin körpüsünün də tikilməsi onun dövrünə aiddir. Xudafərin körpüsü də Cənubi Azərbaycanla Şimali Azərbaycanı bir-birinə birləşdirirdi. Bəli, həm ticari, həm iqtisadi məqsədlə. Aha. Hərbi məqsədlə. Aha. Hərbi məqsədlə. Fəzl ibn Məhəmməddən sonra hakimiyyətə Şəddadilər dövlətində Musa ibn Fəzlin gəldi. Aha. Gəlin bir məsələdə qeyd edək. Fəzl ibn Məhəmməd bütün Azərbaycan dövlətlərindən dostdur. Və Azərbaycan dövlətləri deyəndə Tiflis müsəlman əmrində nəzərdə tutur. Diqqətli olaq. Çünki 1122-yə qədər bizim şəhər kimi götürülür. Arranın şəhəri. Bəli, deyir Tiflis müsəlman əmrliyindən dostdur. Şirvanşahlarla və Rəvvadilərlə də yenə də münasibət yaxşıdır. Bu bir məsələ. Digər bir tərəfdən Fəzl ibn Məhəmməd Xəzərlərlə mübarizə aparıbdır. Və bu 5 dövlətdən yeganə feodal dövlət budur ki, biz bunu Xəzərlərlə savaşın görürük. Amma bu arada da ehtiyatlı olaq. Niyə? Çünki Xəzər xaqanlığı 965-də süqut oluyub. Deməli, bu adam Xəzər xaqanlığı ilə yox, Xəzərlərlə mübarizə aparıb. Çünki hakimiyyətə 985-də gəlibdir. Bax, bu da bir incə məqam. Buyurun, davam edeyim. Yəni, bilirəm ki, bunların hamısını bilirsiniz, həqiqətən. Sadəcə olaraq yenə deyirəm. Yəni, məndən də soruşsanız, mən yenə 20 dənə cümlədən 15-ini deyəcəm, 5 yadımdan çıxacaq. Sadəcə bunlara bir xatırlatma edirəm. Davam edək. Sonra hakimiyyətə Musa ibn Fəzl gəlir. Hakimiyyət illəri 1030-1034-cü illər. Onun dövründə ilk dəfə Şəddadilər dövləti üzərinə 1030-cu ildə Ruslular, yəni Slavyanlar hücum edirlər. Şirvanşahı hücum edirlər. Sonra Deməli, orada necə olur? Nərmin xanım, bizi dəqiqə sayın. 1030-cu ildə Slavyanlar gəlirlər. Slavyanlar gəlirlər 2 dənə yerdə. Bir Bakıda, bir də Kükürlə Arazın qovşağında Şirvanşahları dəhşətli dərəcədə məlumat uğradırlar. Və onlar Araz boyunca getmək istəyəndə əvvəla birinci Mənsur onların qabağına bənd çəkir. Və bunlar artıq həmin o bəndi keçə bilməklərini görüb geri qayıtmaq istəyirdilər. Geri qayıtmaq istəyəndə onları yolda ikən Musa ibn Fəzl çağırır. Yəni bunlar
Şəddadilərə hücum eləmirlər. Şəddadilər bunları, bu çağırılmamış qonaqları özləri çağırır. Musa qardaşının Beyləqanda qalxmış üsyanı, köhnə kitablarda onun qardaşının adını verərdilər, Əsküya ilə deyəsən adı. Qardaşı Əsküyanın qiyamını yatırmaq üçün köməyə çağırır və onlardan istifadə edib yola salır. Aha. Bəli. Musadan sonra kim gəlib? Bundan sonra ikinci ləşkər gəlir, 1034-1049-cu illər. Onun dövründə, ikinci ləşkər dövründə o Oğuz tayfalarıyla birləşib 1037-ci-də Dəbilə hücum edir. Bizans erməni qoşunlarını məğlub edirlər. Qətran Təbrizi və ikinci ləşkər haqqında, məsələn, Qətran Təbrizinin qəzetəsində ona Arranşah adlandırılmışdı. Və onun böyüklüyü, yəni nə qədər qüdrətli olduğuna aid vəsiflər verilmişdi. O 1038-ci ildə Tiflis müsəlman əmirliyini Bizans və Gürcüləri məğlub edərək Tiflis əmirliyindən qovmuşdu. Bir məsələn də bu. Buyurun. 1048-ci ildə Səlcuq qoşununu Arandan keçmək şərti ilə Şəddadilərlə birlikdə Bizans, Gürcü, erməni dəstələrinin üzərinə yürüş etmişdilər və məğlub etmişdilər. Tamamilə doğrudur. Tamamilə. Mən Ruslan mənim kitabından bəzən hissələri yadına saxlayıram deyə, ona görə də elə bildim ki, onu deməyəcəksiniz. Mən də 1048 əlavə eləmək istəyirəm, amma özünüz dediniz. Allah mənim onlara daha yaxşı komplektləşdirir. Buyurun, davam edək Əbləsvar Şavurla. Əbləsvar Şavur gəlir. Əbləsvar Şavurun hakimiyyət illəri 1049-1067-ci illəri əhatə edir. O Şirvanşah və Gürcülərlə müharibə aparmışdı. 1054-cü ildə Səlcuq dövləti ilə müqavilə bağlayaraq ondan tabe halına düşmüşdü. Onun dövründə 1062-ci ildə Gəncədə hasar və xəndəklər çəkdirdi. Bunun da səbəbi onu demək o idi ki, Gürcülər alanları demişdilər ki, gedin Şəddadilərin üstünə hücum eləyin. Onlar da bu hücumların qabağını almaq üçün Gəncəyə hasar və xəndəklər çəkdirmişdilər. 1063-cü ildə isə İbrahim Osmanoğluya Gəncənin qoşa qala qapılarını hazırlatdırmışdı ki, bu qoşa qala qapılarını da sonra Gürcülər oğurlamışdılar. Bəli. Bu adamda əsasən ordu islahatını daha çox vurğulamalıyıq. Heç birisində ordu islahatı yoxdur. Bir dənə bunda var. Bir də bu adamı bəli, çox düzgün qeyd elədiniz. Fəzl ibn Məhəmməddən fərqli olaraq adam Şirvanşahından müharibə aparıbdı. Çox maraqlı bir xüsusiyyət. Bəli. Davam edək. Sonra Şəddadilərin ən sonuncu hökmdarı 3-cü Fəzl idi. 1074-1088-ci illər hakimiyyət illəridir. Bu sonuncu əmir idi. 1088-ci ildə Səlcuq hökmdarı 1-ci Məlikşah öz yaxını olan sərkərdəsi Buğaya əmr verir ki, getsin Gəncəni tutaraq Şəddadilərin varlığına son qoysun və beləliklə də 1088-ci ildə Şəddadilərin varlığına son qoyulur. Allah sizdən razı olsun. Təşəkkür edirəm. Həmdiyə mənim axşamınız xeyir olsun. Eşidirsinizmi məni? Bəli, müəllim, salam, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Həmdiyə Slavyanların Azərbaycana yürüşləri neçənci əsrdən başlayır? 10-cu əsrdən 909, 910, 914, 944 Bərdəyə, 987 Dərbəndə, 1030 Şirvanşahlara, Bəli, 9-cu əsr sonları. 1032, 1033, bir də səhv etmirəmsə 1075-dir. 1075. Aha. Hər şey düz dediniz, xırda bir şey gözünüzdən qaçırtdınız. Slavyanların ilk hücumları 9-cu əsrin sonlarından başlayır. Amma kəskin hücumlar olsa, siz deyəndə bəli, 10-cu əsrdən başlayır, 909-dan və yerdə qalan hamısını çox gözəl sadaladınız. Əla. Eyni zamanda Slavyanlar Azərbaycan təbii ki, Xəzər dənizindən gəlirdilər. Ona görə də bizə qəfildən bir xronologiyadan falan düşsə ki, Azərbaycanın Xəzər dənizindən hücumlara məruz qalması deməli özümüzü çaşdırmayıq. Bunlar Slavyanlardır və bunlar demək Kiyev dövlətinin qoşunlarıdır. Məsələni bildik. 909-da hansı ada? Abaskun adası. Abaskun adası, bəli. 910-da hansı ada? Sarı adası, Xəzər sahillərində, Xəzərin cənub-qərb sahillərində. Bəli. Sarı adasını tutduqdan sonra biraz aşağı düşdülər də, amma kimə məğlub oldular? Gilan ərazisinə hücuma Bəli, Gilan şahın qoşunlarına. Geri qayıdırlar. Bəli, Gilan hakiminə. Bəli. 910-cu geri qaydanda isə Şirvanşahlara məğlub oldular. Yəni burada 1-0 Şirvanşahların xeyrinə oldu adətən. 914-də hansı 4 tayfa onlara qalib gəldi? Bulqarlar, Ortaslar, Xarəzm, Xəzər.
Burtaslar, hə, Xarəzm. Bəli. Bu iki x qalib gəldilər və 9:44-ə qədər bunların iyi qoxu bura gəlmədi. 9:44-də hamımız isə yaxşı bilirik ki, hara gəldilər? Bərdə şəhərinə hücuma Bərdə şəhərinə keçdilər. gəldilər. Bərdə bu zaman hansı dövlətin tərkibində idi? Salarilər dövlətinin tərkibində Bəli. idi. Bəli. Kim Bərdənin köməyinə gəlmişdi? Mərziban İbn Məhəmməd. Bəs Lakin niyə o geri burada qayıtmalı oldu? geri qayıtmalı oldu ona görə ki, qiyam qalxdığına görə, paytaxt təhlükədə olduğuna görə, Xoy və Saltmasının ələ keçirilməsi paytaxt təhlükə yarandığına görə geri qayıtmalı oldu. Amma əhaliyə burada divan tutuldu. Belə ki, 945-ci ildə əhaliyə divan tutuldu. Eyni zamanda xəstəliklər yayıldı. Bu səbəbdən tərk etməli oldular. Amma Bərdə üçün bu ağır nəticələndi. Çünki böyük bazarı olan, ticarətin canlı olduğu bir şəhər tənəzzülə uğradı. Burada hətta pul kəsilməsi belə dayandırıldı. Bazar öz əhəmiyyətini də itirdi. Kürkü bazarı, səhv etmirəmsə bazarın adı Kürkü bazarıdır. Bəli, tamamilə düzdür, səhv etmirsiniz. 987-ci ildə başlayaraqsa artıq belə deyim, bu bəlanı biz özümüz axtarmağa başladıq. Özü dəvət edir, Dərbənd əhli, yerli əhali özü dəvət edir. Dərbənd bu zaman müstəqildir, çünki hələ Şirvanşahlara tabe olmasına var. Sonra tamamilə düzgün qeyd elədiniz, 1030-da gəldilər, 1032-də gəldilər, 33-də gəldilər. 1032-1033-də Alanlar da gəldilər, Slavyanlar da gəldilər və Sərinlər də gəldilər. Bəli, tamamilə doğrudur. Bir də 1175-də gəldilər. Deməli, Alanların yürüşünə məruz qalan dövlətlərimiz hansı dövlətlər olacaq? Albaniya, Albaniya, Atropatena və Şirvanşahlar, bir də Şəddadilər. Albaniya və Atropatena 72-74-də, Şirvanşahlar 1032-də, Şəddadilər isə 1062, Əblasvar Şabır, düzdürmü? Aha, bax belə. Eyni zamanda Alanlarla müharibə aparan başqa bir dövlət kimi qabağımıza çıxan başqa bir dövlət isə Avropa Hun dövlətidir ki, biz Katalan döyüşündə Attillanın Roma qoşunlarından başqa həmin o Alanlarla mübarizə apardığını görürük. Bax belə. Niyə bu hücumların qarşılanmaqda çətinlik çəkirik? Ceyhun müəllim, üzr istəyirəm. 1034-də Şəddadilərə dediniz də hücum eləyib, eləmi? 1062-də. 1062-də. Hərbi donanma yox idi, vahid dövlət yox idi ona görə. Daxil düşmələr. Bəli. Bu məsələni də bilmiş olduq. Təşəkkür edirik. Sonra orada söz vermədiyim müəllimlərdən kimlər var? Zəhmət olmasa özləri desinlər. Mən onlara da biraz suallar verim. Buna dair bir sualım var, verə bilərəm. Buyurun, əlbəttə. 1668-ci ildə Stepan Razinin yürüşündən bu illəri oxşar eləmək olar. Qarətçi, Rustanın qarətçi yürüşü. Əlbəttə. Olar, əlbəttə olar. Sonra başqa müəllimlərimizdən kimlər orada səs eləsinlər? Mən ekrandayam deyən onları tam görə bilmirəm. Başqa kimə söz verək? Başqa kimə söz verək? Estafeti kimə ötürək? Hamısı deyib də məndə qaldı ki də. Sevinç müəllimə buradadır. Mədəniyyət qalıb da, hələ mədəniyyət edilməmiş yox. Sevinç müəllimə qalıb. Sevinç müəllimə eşitsiz mənim? Eşidirəm müəllim, eşidirəm. Sevinç müəllimə, Oğuzda bu il necədir vəziyyət? Fındıq qoz təsərrüfatı nə yerdədir? Fındıq az idi, amma baha idi. Pis deyil, yaxşıdır. Şükür. Bərəkətli olsun inşallah. Sağ olun. Sevinç müəllimə, sizlə şəhərlər bölməsində sual cavab vermək istəyirəm. Bir baxaq görək orada nələr var. Hansı şəhərimizə Arranın sərhəd şəhəri deyirik? Arranın sərhəd şəhəri Bərdə. Bu Tiflisdir. Amma Arranın anası, Arranın baş şəhəri Bərdədir. Bu belə. 9-11-ci əsr şəhərlərindən baxırıq. Ümumiyyətlə şəhərlərdən sual cavab edərəm. Yenə deyirəm, ola bilər nəsə diqqətinizdən qaçar, narahat olmayın. Bəs hansı şəhərimiz şimal qapısıdır? Dərbənd. Bəs hansı şəhərimiz şimal tranzit mərkəzidir? Bu Bərdədir. Yəni şimaldan gələn yolların birləşməsi Bərdə. Hansı şəhərimiz memarlıq şəhəridir? Əsas memarlıq şəhəridir. Naxçıvan.
Bu Bərdədir. 9-11-ci əsrdə ən çətin, ən belə deyim, ən drabadi suallar abituriyentlər də sevmir, biz müəllimlər də sevmirik. 9-11-ci əsrdə əsas mədəniyyət şəhərləri Bərdədir. 12-ci əsrdə baş memarlıq şəhəri hamımız yaxşı bilirik, Naxçıvandır. Həcəm Əbbəkiroğlu'na görə. 13-14-cü əsrlərdə baş memarlıq şəhərimiz olacaq Təbriz. Bundan başqa 19-cu əsrdə yenə də əsas mərkəzi memarlıq olacaq Şamaxı. Niyə? Çünki birinci şəhər tipində tikilən məhz Şamaxı şəhəri olacaq. Yaxşı, olsun. Memarlı Burada Hacı diqqət- Bəyovun. Bəli, sonradan o başda olacaq. Bir məsələdə diqqətli olaq. Bərdə bu dövrdə həm də ipəkçilik mərkəzi kimi verilir. Bax, bu məsələdə ehtiyatlı olaq. Sevinç müəllimə, hansı şəhərimiz bu diyarın Bağdadı hesab olunurdu? Təbriz. Bu Bərdədir. Amma Bağdaddan da üstün olan, bəli, o Təbrizdir. Niyə gəlmişəm? Bərdə haqqında çox danışsaq da, amma ərəb müəllifləri yazır ki, 9-11-ci əsrdə Azərbaycanın ən tanınmış şəhəri Təbrizdir. Bax, bu cümləni orada qeyd edirlər. Sevinç müəllimə, hansı şəhərimiz suyu odsuz qızdırılan hamamlarla məşhurdur? Tiflis. Tiflisdir, bəli. Hansı şəhərimiz bir nömrəli liman şəhəridir? Dərbənd. Kətan parça üzrə birinci yerdədir. O da Dərbənd. Bəli, kanalizasiya sistemi, Dərbənddir mənim. o da Dərbənddir, bəli. Bunu Hindistanda Mohenjo-daro və Harappa'da olan kanalizasiya sisteminə də məsələn bir oxşarlıq vermək olar. İnanmıram tarix müəllimlər o qədər bekar olsun ki, kanalizasiya sistemindən sual salsınlar. Nəysə. Hansı şəhərimiz silah istehsalı mərkəzi idi? O şəhər həm də Qara dənizə gedən yolun üstündə idi. Gəncə döldü mən. Gəncə. Xristianlıq və İslam dünyası arasında ziddiyyətli nöqtə idi. O Şəki. Şəkidir. Bəli, 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 Şəkidir. Tamamilə doğrudur. Bundan başqa o hakimliyi dərsində, belə Şəki hakimliyi dərsində də verilib. Bəli. bəli, kitabda. bəli, ziddiyyətli bölgə. Hansı Bəli. şəhər Səlcuq canişinliyinin mərkəzi olub? Gəncə idi. Bu Gəncədir. Aha. Yaxşı. Orada bir neçə məsələyə də aydınlıq gətirək. Təxminən başqa orada şəhərlər bölməsini dedik. Aha. Sevinç müəllimə, orada bir şey qalıb. Tiflis müsəlman əmirliyi nə vaxt yarandı? 738-ci əsrin 30-cu illərində. Bəli, əziz insan. Bəs nə vaxt müstəqil oldu təxminən? Müstəqil oldu. O biraz yazır 9-cu əsrin 60-80-ci illərində. Hansı 3 sülalə hakimiyyətdə olub? Şeyblər, Cəfərlər, bir də Şeybilər, Şeybanilər, Cəfərlər. Əsasən bunları ərəb mənşəli hesab edirlər. Əsasən. Aha. Bu məsələni bildik. Biz bilirik ki, ərəblər əvvəl tutduqları əraziləri, Gürcüstanda tutduğu əraziləri Tiflis müsəlman əmrinə daxil edilmişlər. Amma sonradan həmin ərazilər ərəb xilafəti zəiflədikcə Tiflisin tərkibindən çıxırdı. Hansı döyüş təbii ki, Tiflis müsəlman əmrinin süqutunu yaxınlaşdırdı? Dediqori döyüşüdür. Bəli. Nə vaxtdan Tiflis müsəlman əmirliyi tamamilə ləğv olundu? 1122-də. Bəli. 1122 və nəticədə Tiflis müsəlman əmirliyi oldu. Gürcülərin, yəni ləğv olundu. Bu məsələni bildik. Şəki hakimliyi nə vaxt yaranmışdı, müəllimə? 869. Bəli, 960-cı illərdə ümumiyyətlə. Aha. Dərbənd hakimliyi nə vaxt müstəqil olmuşdu? Müstəqil, o da elə 60-cı O da illərdə 960-cı illərdə. Hansı sülalə olmuşdu orada hakimiyyətdə? Haşimilər. Hakimlər sülaləsi olmuşdu. Hakimlərin də mənşəyi nə idi təbii ki? Ərəb. Ərəb mənşəyidir. Bəli, məsələni də bildik. Sonra, keçən dəfə müəllimlər, biz dedik 7-ci əsrdə bizdə 5 dənə torpaq mülkiyyət forması var idi. Divan idi, iqta idi, Mülk. icma idi, bəli, mülk idi və vəqf idi. Bunların içərisində nisbətən iqta idi qısa ömürlü, 7-14. Yerdə qalanları demək olar ki, biz demişdik ki, 19-cu əsr daxil var. 9-11-ci əsrlərdə isə üstəgəl 2 dənə bunlarda əlavə olur. Bunun biri xassədir. Bəli, xassə də olub 9-cu əsrdən başlayaraq, 9-11-dən başlayaraq demək olar ki, 19-cu əsrə qədər biz xassəni veririk. Xas, xassə, xalisə, sülalə şəklində gedir. Hökmdar və onun ailəsinə məxsus olan torpaqdır. İki yerdə xassə
hökmdar və onun arasında məxsus olan yox, dövlət torpaqları kimi xatırlanır. Bunun biri 19-cu əsrdə Cənubi Azərbaycandadır. Dövlət torpaqları adlanır xalisə, yəni divan əvəzi. Bir də Böyük Moğol dövlətində yenə biz xalisəni dövlət torpaqları anlayışında görürük. Yəni divan yox, məhz xalisə deyirlər. Digər yaranan torpaq mülkiyyət forması sizə hansıdır? Sevinç müəllim. 3. İlçə. 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 Aha, hami. Bununla mövzu olmasını yəni 9-11-də görüb başqa bir şey görmürük. Amma 9-11 baxımından baxsaq, bəli. Siz dediyiniz kimi, yəni sırf 11-ci əsr baxımından baxsaq, biz ucu da görə bilərik. Amma ucu əsasən belə deyək. O Müəllim, 9-11-ci əsr feodal Ceyhun müəllim, dövlətlər kimi yox, Səlcuqda belə. Buyurun, buyurun. Ceyhun müəllim, olar sizə bir sual verəm? Əlbəttə. Bu 9-11-ci əsrdə Azərbaycanda vergi növləri var, üşür. Hı-hı. Ay sağ ol. Həmin bu üşür 9-11-ci əsrdən əvvəl xərac idi, hə? Bəli, xərac adlanır. Sonra 9-11-də gah xərac, gah üşür deyirlər. Sonra Səlcuqlar dövründə xəracla üşürü bir müddət bir-birlərindən ayrılırlar. Sonra ümumiyyətlə üşür itirirlər. Hə, vergi demişkən çox yaxşı bir şey yadıma saldınız. Kitabda da açıq aydın gedir. Deyir ki, o dövrdə vergilər bir ticarət yolla alınırdı. Bir də hərbi qənimətlərdən gəlirdi. Bir də feodal dövlətlərimiz dövründə vergilərin miqdarı azalıb. Azalıb. Bu məsələyə diqqətli olaq. Kəndlərə gələndə Azadlarla Uluzlarla bunu bilirsiniz. Ondan sonra Dədə Qorqud falan da aslında onlar qəbuldan çıxarılıb. Bu xalçamız 2010 UNESCO-dur. Bu məsələdə bilirsiniz. Başqa da orada elə bir şey yoxdur. İnanmıram o Xosrov Baharı falan düşdün. 4 fəsil xalçası falan düşdün. İnanmıram. Sonra Sevinç Məmməd 9-cu əsrdə hansı abidənin orada adını çəkə bilərik? Sən Əlincə qalasının adını çəkə bilərik. Bəli, Əlincə qalası 9-cu əsrdir. Bəs Əlincə çayxanəgahı nə vaxtı xatırlayırıqmı? O 14-dür, 13-14. Yox, 11-12. Yo, 11. 11-12, bəs. O bilsiz, Naxçıvan memarlıq üslubunda tikilmişdi deyəsən. Bəli. Bəs Əlincə çay üzərində körpü isə 920 o. 17-ci əsr. 16-cı əsrdir. Bəli. Əlincə qalası 9, Əlincə çayxanəgahı 11-12, Əlincə çay üzərində körpü 16-cı əsr. Bunlara da diqqətli olaq. 9-cu əsr, 10-cu əsrin abidələri içərisində deməli Lerikdə Oğlan qala, ehtiyatlı olaq. Ağoğlan olsa Laçındadır, 3-7-ci əsrdir. Oğlan qala var. Bundan başqa Şamaxıda Sündü məscid var. Elə bir Şamaxıda adi məscid olsa 8-ci əsrdə, amma Şamaxının Sündü kəndində məscid olsa 920-dir. 11-ci əsrdə isə yaxşı bilirik Xudafərin körpüsü var. 11-ci əsrdə Gəncənin qala qapıları var. Sonra diqqətimdən qaçan məqam oldu mu? Ərəb ağalığı dövründə olan memarlıq abidələri. 11-ci əsrdə bundan başqa onu Atabəylərdə çox vaxt verirlər. Atabəylər dərsində verirlər, amma 11-ci əsrdə həmçinin Bakıda Sınıq qalan məscidi var. 1078-79-da. Bundan başqa 11-ci əsrdə Ərdəbildə Cümə məscidi var. Cümə məscidinə baxsaq, məscidlər çoxdur. Təbii ki, hamısı da Cümə məscidi. Çünki müsəlmanların müqəddəs günü Cümədir də. Şənbə məscidi olmayacaq ki, hamısı Cümə məscididir. Cümə məscidinə baxsaq, məsələn, adi Cümə məscidi Şamaxıda baxsaq, bu 8-ci əsrdir. Bəli, Ərəb ağalığı. Şamaxının, bəli, Sündü kəndində məscidə baxsaq, əslində çox adam deyir ki, bu bunun restavrasiyası da eyni şeydir, 10-cu əsr. Aha. Sonra məsələn Ərdəbildə baxsaq, bu Cümə məscidi 11 görürük. Sonra Memar Əcəminin dövründə var. Bəli, Memar Əcəmdə Naxçıvanda məsələn biz bunu 12-də görürük. Gəncədə var. Ondan bəli, Gəncədə var Cümə məscidi, Şah Abbas Cümə məscidi deyirik buna. Bu 17-ci əsrdə 1606-1607, bəli. Ondan sonra məsələn Təbrizdə görürük Cümə məscidini Cahanşah tərəfindən 1465-ci ildə. Yəni çoxdur Cümə məscidləri. Bax belə. Başqa orada diqqət verəcəyim müəllimlər, siz mənim yadıma salın. Bax, hansı məsələ oldu ki, biz ona toxunmadıq? Dəyinmədik o məsələyə. Deyin, o mövzuları bir də baxaq. Vaxtı nəzərə almayın, vaxt. Boş şey. Əsas odur ki, qarşımıza müəllim, bu 3-7-ci əsrə aid olan memarlıq abidələri var, Dərbənddə, Narınqala, İsmaildə. Bunları öyrənməliyik də, elə deyil əzbər. Mütləq şəkildə. Yəni bir dənə beynimizdə bir dənə onları da qeyd eləyək. Onunla da danışaq elə belə. 3-7-ci əsr abidələrinə nə abidələr deyirlər? Alban memarlıq abidələri deyirlər. Və yaxud erkən orta əsrlərin əvvəl memarlıq abidələri deyirlər. Yəni müxtəlif adlarla müraciət edirlər. Bəli. Burada
Alban memarlıq abidələrinə gələndə, təbii ki, səddlərə gələndə, səddlərə Şirvan səddi var, Dərbənd səddi var, Samur səddi var. Heç mən danışmayayım. Yenidən biz qaydaq Şəms xanıma, əgər buradadırsa, dərsimizi tərk edibsə. Aha. Məsələn, Gavurqala abidəsinin harda olduğunu xatırlayırıqmı? Gavurqala müəllim Ağdamdadır. Bəli, Ağdamdadır, tamamilə doğrudur. Sonra Amaras monastırı hardadır? O Xocavænddə. Xocavændədir, bəli. Göy mələklərin məbədi hardadır? Göy mələklərin məbədi. İrəvanda. Üç mərcində, bəli. Bəli. Bəs yuxarı Əskipara hardadır? O Qazaxda. Qazaxdadır. Qum, Ləkit, bunlar hardadır? Qum, Ləkit, ay müəllim, şeydə, Qaxda, bəli. Bəli. Kiş məbədi hardadır? Düzdür, Kiş məbədinin daha da qədim Kiş Şəkidə. Şəkidədir, bəli, tamamilə doğrudur. Sonra Torpaqqala hardadır? Torpaqqala şeydə, Qaxda. Alazan sahəsində, bəli, Qaxda və yaxud Alazan sahəsində, bəli. Zamanşir qalası hardadır? İsmayıllıdır. Bəli. Sarafkert hardadır? Ağdərədə. Ağdərədə. Məsələdə mütləq şəkildə ehtiyatlı olmaq lazımdır. Sasanilər dövründə Albaniyada Albanların özünə məxsus yazı sistemi olur, amma Atropatenada isə Pəhləvi yazı sistemindən istifadə edirlər. Bir də keçən dəfə bilmirəm, qeyd elədik yoxsa yox. Atropatenada nədir müəllim? Pəhləvi yazı sistemi, bəli. Albanların öz yazısı olur. Albanların özünə məxsus. Bir də keçən dəfə bilmirəm, qeyd elədik yoxsa yox, Azərbaycanda ədəbi dil, Azərbaycan ədəbi dili 7-ci əsrdə meydana gəlib. Ədəbi dil 7-ci əsrdə meydana gəlib. Azərbaycan ədəbi dili bu 7-ci əsrdir. Amma Azərbaycan dili ifadəsinin işlənməsi isə 13-14-cü əsrlərdir. Aha. Və yaxud Azərbaycan xalqı ifadəsi hamınız yaxşı bilirsiniz. Eramızdan əvvəl 4, eramızın 7-9 ərəblərin dövrüdür. Azərbaycanda millət anlayışı isə 19-cu əsrin ikinci yarısından başlayacaq. Yəni bu xalqla milləti çox rahat ayıra bilirik, amma Azərbaycanda ədəbi dilin formalaşmaya başlaması 7-ci əsr, amma Azərbaycan dili ifadəsi 13-14-cü əsrdə daha çox işlənir. Və hamımız bilirik ki, Azərbaycan dilində də deyəsən ilk əsər ədəbiyyat müəllimlərinin biraz işinə qarışaqsa. Bəli, İzzətdin Həsənoğlu səhv eləməmsə məzmun xətti olmayan bir şeir idi. Səhv dedimsə, öz işinizlə qarışın. Buyurun. Azərbaycan xalqının indi təşəkkülün başa çatması ərəblə götürdükdə daha Səlcuqlara getmir. Xeyr, çoxdan dilə götürmürük. Amma gün gələcək 5-6 ildən sonra dəyişib onu təzədən Səlcuq eləyəcəklər. Səlcuq daha optimaldır. Ərəb dövrünə götürəndə hansı əsrdə götürülür? Ərəb dövründə belə deyim, konkret 7-ci əsr deyilmir. Sadəcə deyirlər ərəb dövrü. Yəni o düşməz, narahat olmayın, konkret əsr, amma ərəb dövrüdür. Yəni orada həqiqət var, başa düşürəm. Amma Azərbaycanda yəni son türk axını əsaslı şəkildə Səlcuqların dövrüdür və bu o Səlcuqların dövrünə başa çatmalıdır. Bu daha məntiqlidir. Tamam, ərəblərlə dini birlik gəldi, dini birlik olmalı ki, Azərbaycan xalqının formalaşmasını başa çatsın. Hələ ki belə götürürlər. Biz də belə fikirləşməliyik. Bax belə, başqa nəyə toxunmamışıq əziz müəllimlər? Onu mənə deyin, bir toxunaq həmin məsələlərə. Nə qalıb ki, biz baxmamışıq? Kitab dəftərim hamısı iş yerində qaldığıma görə mən gətirə bilmirəm. Hamısı da PDF formatlaşmışam. Kitab Dədə Qorqud dastanıdır, o da çıxıbdır. Ayrı hər şeyə baxdıq müəllim. Sasanilərdənmi, ərəblərdənmi, hələ də diqqətimizdən qaçan bir məqam yoxdur ki? Xeyr. Yenə də olsa, nəsə yadımızdan çıxan bir şey olsa, hökmən gələcək dərslərimizdə onları qəşəng şəkildə qeyd apararıq ki, bizim diqqətimizdən qaçmasın.